Xəzər dənizinin geri çəkilməsi nəticəsində Lənkəranda meşə qalıqları üzə çıxıb. Xəzər dənizinin Lənkəran rayonu Kənarmeşə kəndindən keçən hissəsindəyik. Burada da son illər dənizin geri çəkilməsi müşahidə olunur. Dəniz geri çəkildikdə isə bir zamanlar Xəzər dənizində olan iri gövdəli ağacların üzə çıxması müşahidə olunur. Rayonun Kənarmeşə kəndi ərazisində Xəzərin geri çəkilməsi nəticəsində son bir il ərzində üzə çıxan iri ağac köklərinin qədim meşə qalıqları olduğu bildirilir. Nəhəng ağac kökləri yerin dərinliklərinə nüfuz etdiyi üçün ləpələr onları digər ərazilərə doğru hərəkət etdirə bilməyib. Yaşlı kənd sakinləri burada meşənin olduğunu görməsələr də bu barədə babalarından eşitdiklərini deyirlər. Su elə gəldi ki, onun zadın bası gəlib çatdı, bura vururdu işe. O bir dəfəlik olmadı. Hissə gəlib çatdı. İndi də bu dəqiqə bir 3-4 il olar o dala çəkilir yenə, gedir. Dəniz boyu belə, bu kənd boyu hamısı ağacdır bu. Amma indi hal-hazırda onlar yoxdur. Biz də böyüklərdən işlədik. 75 yaşım var, buranın meşəliyini hələ görməmişdim. Amma böyüklər danışırdı ki, bəli, bura meşəlik olub. Ona görə də bura Kənarmeşə kəndi deyilirdi. Kənarmeşə, yəni meşənin kənarı olan bir kənd kimi təqdim olunurdu. Üzə çıxan bəzi kök qalıqlarının diametri 3-4 metrə çatır. Suyun geri çəkilməsi nəticəsində aşkara çıxan bu qalıqlar bir zamanlar bu ərazidə meşə zolağının olmasından xəbər verir. Elvin Əkbərov, Kəmal Əlimuradova, Xəzər xəbər.